1979-cu ildə Ruhullah Musavi Xomeyninin rəhbərliyi ilə baş verən xalq inqilabı nəticəsində qanlı Pəhləvi rejiminin 80 illik hakimiyyətinə son qoyuldu. İranda İslam Respublikası elan olundu. İnqilabın başlanğıcında Cənubi Azərbaycan əhalisinə verilən muxtariyyət vədi bir tərəfə, heç elementar haqq və azadlıqlar belə yeni hökumətin qəbul etdiyi İslam konstitusiyasında öz əksini tapmadı. Etiraz edənlər isə yenə də həbs edilərək ya edam edildilər, ya da zindanlara atıldılar. Minlərlə vətənpərvər yenə də təqiblərdən canını qurtarmaq üçün İranı tərk eləmək məcburiyyətində qaldı. İranda gedən prosesləri diqqətlə izləyən Azərbaycan rəhbərliyinin Cənub məsələsində mövqeyi olduğu kimi qalırdı. Çünki İranda təkcə rejim dəyişməmişdi. Azərbaycanlılarla bağlı problemlər olduğu kimi qalırdı. 1981-ci il iyunun 12-sində Azərbaycan Yazıçılar İttifaqının 7-ci qurultayında Heydər Əliyev Cənub mövzusuna xüsusi toxunaraq bu mövzunun Azərbaycan ədəbiyyatında işıqlandırılmasına xüsusi diqqət yetirdi. Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır.